Düşün, cütləş, bölüş texnikasının izahına baxırıq. Deməli, düşün, cütləş, bölüş texnikası özündə bir neçə fəaliyyəti birləşdirən strategiyalardan biridir. Deməli, burada şagirdlər bu iş üsulunun tətbiqi zamanı şagirdlər birinci fərdi olaraq fəaliyyətə başlayırlar, yəni tək başlayırlar. Belə deyək də, müəllim bu iş üsulunun tətbiqi zamanı birinci fərdi iş formasından istifadə edir. Deməli, şagirdlər fərdi olaraq işə başlayır, sonra fərdlər cütləşir. Deməli, şagirdlər cütlər şəklində işi davam etdirirlər. Cütlər sonra qruplar halına salınır. Yəni cütlər sonra qrupla, belə deyək də, iki cüt birləşir, qrup halına gəlir. Sonra deməli qruplar bütün sinif iş formasından istifadə edir. Yəni burada yenə deyirəm, müəllim şagirdlərə tapşırığı verəndə birinci fərdi şəkildə verir, sonra şagirdlər 2 nəfər olur, şagirdlər cütləşirlər. Burada hərə öz işlədiyi tapşırığı bir-birindən bölüşür. Sonra cütlər 4 nəfər olur, 4-5 nəfər ola bilir. Yəni cütlər artıq burada qrupla iş formasına keçir və qrupla iş formasından sonra da şagirdlər bütün siniflə iş formasına keçirlər. Deməli, bu strategiyanı kimlər xoşlayır? Həm introvert, həm də ekstravert şəxsiyyət tipinə sahib olan şagirdlər, deməli, bax, düşün, cütləş, bölüş texnikasını xoşlayır və bu texnikanın özünə məxsus, deməli, açar sözü olacaq. Deməli, bu iş üsulunu həm introvert şəxsiyyət tipinə sahib olan şagirdlər xoşlayır, həm də ekstravert. Introvert və ekstravert şəxsiyyət tipindən biz danışmışdıq. Yəqin ki, bilirsiniz, bir balaca da xatırlayaq. Introvert şəxsiyyət tipinə sahib olan şagirdlər hər hansı bir tapşırığı tək işləməyi xoşlayır, tək oxumağı, tək oynamağa üstünlük verir. Ekstravert şəxsiyyət tipinə sahib olan şagirdlər isə ətrafda, yəni birgə, kollektivdə, deməli, cəmiyyət arasında olmağı xoşlayır, kollektivdə oxumağı, öyrənməyə daha çox üstünlük verir. Deməli, ekstravertlər bir növ ətrafla ünsiyyət qurmağı xoşlayır, introvert isə özü ilə daha çox ünsiyyətdə olmağı xoşlayır. Və deməli, nə üçün bəs deyirik ki, bax, bu, belə deyək də, bu iş üsulunu hər iki şəxsiyyət tipinə sahib olan şagirdlər xoşlayır. Çünki bax, burada deməli, düşün var da, daha doğrusu, bax, burada belə deyək də, şagirdlər birinci bu işə fərdi olaraq başlayırlar. Yaxşı, fərdi iş formasını hansı şəxsiyyət tipinə sahib olan şagirdlər xoşlayır? Introvert. Biz iş formalarını da keçəndə müəllimlər yadımıza salağın, demişdik ki, fərdi iş formalarını introvert şəxsiyyət tipinə sahib olan şagirdlər daha çox xoşlayır. Deməli, introvertlər fərdi işi xoşlayır. Yaxşı, sonra deməli dedik ki, fərdi iş forması cütlərlə iş forması ilə əvəz olunur. Demək ki, o zaman da ekstravert şəxsiyyət tipinə sahib olan şagirdlər də cütlərlə işi xoşlayır və yaxud da ki, qrupla və bütün siniflə, deməli, iş formalarını xoşlayır. Deməli, ona görə də burada bu iş üsulunun tətbiqini ona görə də həm introvertlər, həm də ekstravert şəxsiyyət tipinə sahib olan şagirdlər xoşlayır. Həmçinin də müxtəlif intellekt növlərinə malik olan şagirdlər üçün də bu səmərəli, deməli, üsuldur. İndi nəyi çatdırmaq istəyirəm müəllimlər? Deməli, bax, bu iş üsulunun özünə məxsus, belə deyək də, açar sözü oldu ki, bu iş üsulunu həm introvertlər, həm də ekstravert şəxsiyyət tipinə sahib olan şagirdlər xoşlayır. Yaxşı, bəs bu iş üsulu necə tətbiq olunur? Bax, burada şagirdlərə birinci hər hansı bir mövzu ilə bağlı sual da ola bilər, tapşırıq da ola bilər. Yəni, mövzu ilə bağlı şagirdlərə sual və tapşırıqlar təqdim edilir. Deməli, şagird tapşırığın həllinə fərdi şəkildə başlayır. Deməli, şagird ilkin mərhələdə tapşırığı fərdi, tək olaraq yerinə yetirir və ona görə də bu mərhələ düşün mərhələsi adlanır. Nə üçün? Çünki şagird özü tək tapşırığı yerinə yetirdiyinə görə bu mərhələdə şagird ətraflı düşünür. Yəni, özü tək düşünür tapşırığın həlli üçün. Deməli, sonra şagirdlər fərdi iş forması, deməli, öz işini, yəni fərdi iş forması cütlərlə iş forması ilə əvəzlənir. Artıq burada cütlər öz işini, öz işini, tapşırıqlarını cütlərlə, yəni yoldaşları ilə bölüşürlər və ona görə də bu mərhələ, yəni ikinci mərhələ cütləş mərhələsi adlanır. Deməli, cütləş mərhələsindən sonra, yəni cütlərlə iş forması kiçik qrupla iş forması ilə əvəz olunur. Burada artıq deməli cütlərlə necə həyata keçirilirdi? 2 nəfər şagirdlə həyata keçirilirdi. Artıq burada qrupla olduğuna görə qrupda şagirdlərin sayı deməli cütlərdən çoxdur.
Artıq burada şagirdlərin sayı təxminən deməli 3-5 nəfər arasıdır. Burada da deməli şagirdlər öz işlərini bir-biri ilə bölüşürlər və qrup üzvləri tapşırığı bir-biri ilə bölüşdüyü üçün bu mərhələdə bölüş mərhələsi adlanır. Aha, deməli qrupla iş forması bütün siniflə iş forması ilə əvəz olunur. Artıq burada şagirdlər tapşırığı birlikdə, bütün siniflə birlikdə öz tapşırıqlarını paylaşırlar və həmçinin də tapşırıqları müzakirə edirlər və ona görə də bu mərhələdə paylaş mərhələsi adlanır. Belə, demək ki, dedik ki, burada düşün, cütləş, bölüş, paylaş texnikasını tətbiq edən zaman birinci müəllim şagirdlərə fərdi olaraq tapşırıq verir. Şagirdlər tapşırığı fərdi olaraq yerinə yetirirlər və bu mərhələ düşün mərhələsi adlanır. Sonra şagirdlər öz işini cütləri ilə birlikdə müzakirə edir, cütlərlə öz işini paylaşır. Ona görə bu mərhələ cütləş mərhələsi adlanır. Deməli, cütlərlə iş forması qruplarla iş forması ilə əvəz olunur və burada qruplarla iş formasında deməli qrup üzvləri, qrup nümayəndələri tapşırıqları bir-biri ilə bölüşürlər. Ona görə də bu mərhələ bölüş mərhələsi adlanır və deməli qrupla iş forması bütün siniflə iş forması ilə əvəz olunur. Yəni şagirdlər artıq burada tapşırıqları bütün siniflə müzakirəyə çıxarırlar. Ona görə də bu mərhələ də paylaş mərhələsi adlanır. Deməli, bax bu mərhələ belə deyək də, bu iş üsulu, yəni düşün, cütləş, bölüş, paylaş texnikasından dərsin istənilən mərhələsində istifadə etmək mümkündür. Deməli, dərsin istənilən mərhələsində istifadə etmək mümkündür. Həmçinin də bütün dərsi bu strategiya üzərində qura bilərik. Bax bu da deməli, bu da yalnız və yalnız deməli, düşün, cütləş, bölüş, paylaş texnikasına aiddir. Yəni bütün dərsi bu strategiyanın üzərində qura bilərik. Hansı oldu? Deməli, bax düşün, cütləş, bölüş texnikası. Deməli müəllimlər, bax bu ən çox belə deyək də, bu texnika, bu iş üsulu ilə bağlı açar söz olacaq. Deməli, nə olacaq? Deməli müəllim bütün dərsi bax bu strategiyanın üzərində qura bilər. Həmçinin də dərsin istənilən mərhələsində bu strategiyadan istifadə edə bilərik. Deməli, strategiyadan istifadə etdikdə şagirdlərdə yuxarı təfəkkür səviyyəsinə uyğun tapşırıqlar hazırlamaq lazımdır. Yəni yuxarı təfəkkür səviyyəsinə uyğun dedikdə, yəni elə tapşırıqlar hazırlamaq lazımdır ki, tapşırıqlar təhlil, dəyərləndirmə və yaratmaq mərhələsinə uyğun olaraq hazırlansın. Yəni yuxarı təfəkkür mərhələlərini əks etdirən tapşırıqlar olmalıdır. Aha, indi bax burada nümunə var, nümunəyə baxaq. Deməli, ədəbiyyat fənni ilə bağlı bir nümunədir. İt ürəyi əsərində olan baş qəhrəman professor deməli Filip Filipiçlə dost olmaq istərdinizmi? Hə, şagird burada fikrini əsaslandırmalı. Dost olmaq istərdimi? Hə, nə üçün istərdi? Artıq bax burada bu tapşırığı deməli yerinə yetirməlidir. Elə bu tapşırıq da görürsüz, yəni yuxarı təfəkkür səviyyəsinə aid bir tapşırıqdır. Yaxşı, indi tarixə baxırıq. Osmanlı imperiyası haqqında nə bilirsiniz? Bax bu sualı deyir müəllim belə deyək də mövzunu keçməmişdən əvvəl şagirdlərə verə bilər. Aha, deməli biologiyaya aid bir nümunə var, baxağın. Təbiətdə mövcud olan hər hansı canlı və cansızın funksiyası və ümumilikdə təbii tarazlığı saxlamaq üçün əhəmiyyəti var və deməli belə olan halda xəstəlik törədən virusların təbiətdə rolu nədən ibarətdir? Artıq bu da görürsüz təhlil mərhələsini əks etdirən bir tapşırıqdır. Qartopu texnikasının izahına baxırıq. Bax müəllimlər, qartopu texnikası da düşün, cütləş, bölüş texnikasına oxşuyur. Düzdür, oxşar xüsusiyyətlər də var, fərqli xüsusiyyətlər də var. Yaxşı, baxaq. Deməli, bu strategiyadan istifadə zamanı şagirdlər hər hansı bir mövzunu, konsepsiyasını bir-biri ilə öyrənir, bir-biri ilə paylaşır və həmçində bir-birinə öyrədirlər. Bax, deməli, düşün, cütləş, bölüşdə də var idi. Deməli, şagirdlər birlikdə öyrənirlər də. Deməli, bax, burada da. Deməli, birinci şagirdlər bu deməli strategiyadan istifadə etdikdə şagirdlər hər hansı bir mövzunu, konsepsiyanı bir-biri ilə öyrənirlər, paylaşırlar və həmçində bir-birinə öyrədirlər. Birinci şagird fərdi başlayır, sonra deməli 2 nəfər, yəni cütlərlə fərdi iş forması cütlərlə iş forması ilə əvəz olunur. Cütlərlə iş forması olur, deməli 4 nəfər şagirdlə əvəz olunur. 4 nəfər şagird isə deməli 8 nəfər şagirdlə əvəz olunur. Yəni burada belə deyək də, əgər
sinifin şəraiti buna imkan yaradırsa, sonda şagirdlər prosesi daha da genişləndirə bilərlər. Yəni bütün siniflə iş formasından da istifadə edə bilərlər. Burada yenə bax qartopu texnikası zamanı da düşün, cütləş, bölüş texnikasından istifadə olunur. Dedik ki, bu texnika şagirdlərə qrup şəklində işləməyə və tədricən öz biliklərini qurmağa imkan verir. Bu iş üsulunun da özünə məxsus açar sözü budur. Yəni digər iş üsullarında bax bu fikir yoxdur. Bu fikir, bu fəaliyyət yalnız və yalnız qartopu texnikasına aiddir. Hansıdır bu açar söz? Bu texnika şagirdlərə qrup şəklində işləməyə və tədricən öz biliklərini qurmağa imkan verir. Şagirdlərə şagirdlər ilkin olaraq bu fəaliyyətə sualları cavablandıran, fikirlərini bölüşən fərdlər kimi başlayır. Yəni şagirdlər birinci burada fərdlər kimi tək fərdi olaraq fəaliyyətə başlayırlar. Daha sonra fəaliyyətin sonuna qədər bir neçə dəqiqədən bir qrup ölçüsü 2 dəfə artır. Fərdi başlayırdısa, bir neçə dəqiqədən bir qrupun ölçüsü 2 dəfə artır və getdikcə daha geniş söhbət qrupları yaranır və burada da dedik ki, düşün, cütləş, bölüş, paylaş texnikasından istifadə olunur. Yəni deyirəm də oxşar və düşün, cütləş, bölüşlə çox oxşardır bu texnika. Yaxşı, bəs necə tətbiq olunur? Mövzu ilə bağlı tapşırıqlar, məlumatlar şagirdlərə təqdim olunur. Bax, eyni düşün, cütləşdə olduğu kimi. Orada da deyirdi ki, tapşırıqlar, məlumatlar şagirdlərə təqdim olunur və necə təqdim olunur? Əlbəttə ki, fərdi olaraq təqdim olunur. Orada da fərdi olaraq təqdim olunur. Elə bax, qartopu texnikasında da fərdi olaraq təqdim olunur. Sonra şagirdlərə verilən məlumatları şagirdlər nəzərdən keçirir. Yəni fərdi olaraq onlara verilən tapşırıqları şagirdlər nəzərdən keçirir və 10-15 dəqiqə şagirdlər faktların, fikirlərin, tapşırıqların, sualların özü üçün cavablarını qeyd edir. Ehtiyac olduqda şagirdlərə faktları təşkil etməkdə köməklik edilir. Yəni əgər ehtiyac varsa, müəllim şagirdlərə köməklik də göstərə bilər. Şagirdlərə faktları, fikirləri və ya cavabları başqa bir şagirdə bölüşməyə, müzakirə etməyə də icazə verilir. Yəni şagirdlər tapşırıqları fərdi şəkildə yerinə yetirdikdən sonra, fərdi iş forması cütlərlə iş forması ilə əvəz olunur və cütlər fikrini müzakirə etdikdən sonra, bölüşdükdən sonra başqa cütlüyə keçirlər. Yəni burada dedik axı, qrupun sayı bir neçə dəqiqədən bir 2 dəfə artır. 2 dəfə artmaq nə oldu? Yəni şagirdlər birinci fərdi olaraq fəaliyyətə başlayırlar, sonra şagirdlərin sayı 2 olur, sonra 4 olur və proses belə getdikcə genişlənir. 4 şagirddən sonra qrupda şagirdlərin sayı 8 nəfərlik qrup meydana gəlir. Və deyir, proses sinifin rahat olacağı dərəcəyə qədər davam etdirilə bilər. Yəni 8 nəfər şagird 16 nəfər şagirdlə də 2 dəfə artırsa 16 nəfər şagirdlə də əvəz oluna bilər. Və deyir, sonda proses müzakirə ilə tamamlanır. Və yenə deyirəm müəllimlər, yəni bu iş üsulu özünüz də gördünüz ki, düşün, cütləş, bölüş texnikasına çox oxşardır. Sadəcə bunları biz necə fərqləndirə bilərik? Bax, bizim açar sözümüz nə olacaq? Burada qrupların sayı 2 dəfə artır, amma düşün, cütləş, bölüş texnikasında biz bu açar sözü deməmişdik də. Bir də bunun özünə məxsus açar sözü oldu ki, bütün texnika şagirdlərə qrup şəklində, yəni bu texnika şagirdlərə qrup şəklində işləməyə və tədricən öz biliklərini qurmağa imkan verir. Burada da hansı texnikadan istifadə olunur? Düşün, cütləş, paylaş, bölüş texnikasından istifadə olunur. Burada da bax, şagirdlər fərdi olaraq fəaliyyətə başlayır. Sonra isə şagirdlərin sayı bir neçə dəfədən bir 2 dəfə artır. Və şagirddə hansı bacarıqları formalaşdırır bu iş üsulu? Əməkdaşlıq, əgər burada qrupla, cütlərlə iş forması varsa, əməkdaşlıqdan söhbət gedəcək, tənqidi və məntiqi təfəkkür, ümumiləşdirmə və qruplaşdırma kimi bacarıqları şagirdlərdə formalaşdırır.
Deməli, indi baxırıq sinif künclərinə baxırıq. Sinif küncləri nədir? Deməli, sinif küncləri həm şagirdlərə düşüncələrini siniflə bölüşmək imkanı verən iş üsullarından biridir, həm də şagirdlərə hərəkət edə bilmək imkanı verən iş üsuludur. Yəni bax bu iş üsulunun da özünə məxsus açar sözü olacaq ki, bu strategiyanın tətbiqi zamanı şagirdlər deməli sinifdə hərəkət edirlər. Sinifdə hərəkət edirlər. Yəni hərəkətli bir iş üsuludur da. Məsəl üçün biri var ki, şagirdlər qrupda oturub hər hansı bir tapşırığı, fəaliyyəti yerinə yetirsinlər. Amma biri var ki, bu iş üsulunun tətbiqi zamanı şagirdlər sinifdə hərəkət edir. İndi necə hərəkət edəcəklərini deyəcəm. Deməli, həm də bu iş üsulu şagirdlər üçün belə deyək də, əylənmə imkanı yaradır. Deməli, həm də bu iş üsulu şagirdlər üçün əylənmə imkanı yaradır. Deməli, əyləncəli bir fəaliyyətdir. Əyləncəli bir fəaliyyət iki yerdə var. Əyləncəli fəaliyyət bir olacaq sinif künclərində, bir də olacaq mən kiməmdə. Yəni digər iş üsullarında biz belə deməmişdik ki, belə bir fikir söyləməmişdik ki, bu iş üsulu şagirdlərə həm də əylənmək imkanı verir. Deməli, şagirdlərə əylənmək imkanı verən iş üsulları olacaq sinif küncləri, bir də mən kiməm strategiyası. Aha, dedik ki, deməli şagirdlər düşüncələrini siniflə bölüşürlər, həmçinin də deməli şagirdlər dərs zamanı hərəkət edirlər. Yaxşı, bəs necə tətbiq olunur bu iş üsulu? Deməli müəllim sinifin 3 küncünə, burada görürsüz sinif küncləri deyirsə, burada sinifin 3 küncündən söhbət gedir də. Deməli müəllim sinifin 3 küncünə razıyam, razı deyiləm, əmin deyiləm kimi sözləri yazır, yapışdırır. Sonra şagirdlərə müəyyən fikirləri oxuyur. Əgər şagirdlər söylənən fikirlə razıdırlarsa, razı yazılan küncə gedirlər. Yox, söylənən fikirlə razı deyillərsə, razı deyiləm yazılan küncə gedirlər. Yox, əmin deyillərsə, yəni sual ətrafında hələ özlərinin bir belə deyək də fikri yoxdursa, deməli onda əmin deyiləm yazılan küncə gedirlər. Bax, burada da deməli müəllimlər düşün, cütləş, paylaş texnikasından istifadə olunur. Yəni bu düşün, cütləş, paylaş texnikası özü belə deyək də, belə bir geniş texnikadır. Bir neçə iş üsullarının içində bu deməli texnika özü də yer alır. Deməli və şagirdlər dedik ki, deməli öz fikirlərinə, cavablarına əsasən, şagirdlər cavablarına əsasən sinifin küncünə yığılırlar və eyni küncdə toplanan şagirdlər fikirlərini əsaslandırmalıdırlar. Yəni nə üçün razıyam? Yaxşı, sən bu fikirlə razısan. Nə üçün razısan? Yaxşı, sən bu fikirlə razı deyilsən. Nə üçün razı deyilsən? Deməli, bax küncə yığılan şagirdlər öz fikirlərini əsaslandırmalıdırlar, sübutlar gətirməlidirlər. Deməli, şagirddə hansı bacarıqları formalaşdırır? Fikrini əsaslandırmaq. Çünki burada əsaslandırma bacarığı olacaq da, sinifin küncünə yığılan şagirdlər öz fikirlərini əsaslandırmalıdırlar. Nə üçün bu fikrə gəliblər? Münasibət bildirmək, təhlil etmək, dəyərləndirmək kimi bacarıqları şagirdlərdə formalaşdırır. Həmçində arqumentlər gətirmək də olmalıdır burada. Həmçində arqumentlər gətirmək kimi deməli bacarıqları da şagirdlərdə formalaşdırır. İndi baxırıq mən kiməm? Deməli bu üsul deməli şagirdlərin ədəbi obrazlar, tarixi şəxsiyyətlər, alimlər, yazıcı, şair, ixtiraçılar haqqında biliklərini əyləncəli yolla yoxlayan bir üsuldur. Deməli şagirdlər burada da əylənirlər. Və müəllimlər, bax bu fikirdə deməli yalnız və yalnız mən kiməm strategiyasında var. Yəni açar məqam olaraq yadımızda saxlaya bilərik. Deməli, mən kiməm strategiyasından istifadə etdikdə şagirdlər ədəbi obrazlar, tarixi şəxsiyyətlər, alimlər, yazıçılar haqqında biliklərini əyləncəli yolla yoxlayırlar. Yəni tarixi şəxsiyyət haqqında nə bilirlər, alimlər haqqında nəyi bilirlər, ədəbi obrazlar haqqında nəyi bilirlər, bax bildiklərini əyləncəli yolla deməli yoxlayırlar. Yaxşı, bəs necə tətbiq olunur? Deməli, müəllim yapışqanlı kağıza hər hansı bir şəxsiyyətin adını yazır. Yəni, burada şəxsiyyət də ola bilər, belə deyək də, alim də ola bilər, yazıcı da ola bilər, rəqqas da ola bilər. Yəni, bu artıq mövzuya uyğun olaraq da, yəni, məsəl üçün, musiqi dərsində müəllim mən kiməm deməli, texnikasından istifadə edirsə, burada bəstəkarlardan istifadə edə bilər, hər hansı bir yazıçıdan istifadə edə bilər. Yazıçının adını yaza bilər. Yəni mövzuya uyğun olaraq müxtəlifdir də. Yəni burada müxtəlif deməli adlar yaza bilərik.
Deməli, müəllim yapışqanlı kağıza hansısa şəxsiyyətin, alimin, bəstəkarın adını yazır və həmin yapışqanlı kağızı şagirdin alnına yazılır, yapışdırır. Şagirdin alnına yapışdırır, amma şagird bilmir ki, onun alnına yapışdırılan deməli kağızda hansı şəxsiyyətin adı yazılıbdır. Şagird bundan xəbərsizdir. Şagird başlayır alnına hansı şəxsiyyətin adı yazılıbsa, həmin şəxsiyyəti tapmağa çalışır. Görə onun alnına hansı şəxsiyyətin adı yazılıbdır və şagird bu zaman yoldaşlarına digər deməli müxtəlif suallar verir. Nə üçün suallar verir? Çünki belə deyək də, onun alnına yazılan deməli şəxsiyyətin kimliyini axtarmağa, ortalığa çıxartmağa çalışır, kimliyini tapmağa çalışır və ona görə də müxtəlif suallar verir. Məsəl üçün, mən mənfi qəhrəmanam və yaxud da ki, bu zaman şagird sual verir ki, mən mənfi qəhrəmanam, amma digər şagirdlər ona belə deyək də bir açar məqamlar verir. Mənfi qəhrəmanamsa, o dəqiqə mənfi qəhrəmanın adı yazılıbsa şagirdin alnına, şagirdlər deyir ki, bəli. Və yaxud da ki, mənfi qəhrəmanın adı yazılmayıbsa, şagirdlər qısa olaraq xeyr cavabını verə bilər. Yaxşı, ondan deməli həmin bax şagird deməli verilən bu sualdan yola çıxa bilmədi, kimliyini tapa bilmədi. Bu zaman başqa sual verir. Məsəl üçün, mənim kəşfim var, mənim müsbət obrazam, və yaxud da ki, mən fizikəm, və yaxud da ki, mən bəstəkaram. Şagirdlər deyə bilər ki, bəli, bəstəkarsan. Artıq burada başlayıb digər musiqilərin adını sadalaya bilər. Yəni mənim hansı musiqilərim var. Yəni beləcə şagird deməli müəyyən açar sözlər verməklə ipucular vasitəsilə demək ki, alnına hansı şəxsiyyətin adını, hansı obrazın adını yazıldığını müəyyənləşdirməyə çalışır. Əlbəttə ki, bax bu zamanda bu iş üsulu deməli ona görə deyirik də, bu iş üsulunun tətbiqi zamanı şagirdlər əylənirlər. Burada bir əyləncə var. Deməli, şagirdlər əylənərək deməli alnına yazılan şəxsiyyətin, alimin kimliyini tapmağa çalışır. Şagirdlər hansı bacarıqlar formalaşdırır bu texnika? Sual vermək. Bax, sual vermək gördünüz burada da var. Digər iş üsullarında da var sual vermək. Yəni şagirddə sual vermək bacarığı formalaşır. Çünki şagird alnına yazılan şəxsiyyətin kimliyini tapmaq üçün müxtəlif suallar verməlidir axı. Və həmçinin də köhnə və yeni biliklər arasında əlaqəni müəyyənləşdirmək. Belə deyək də, köhnə və yeni biliklər arasında əlaqə qurmağı. Əlaqə qurur da. Yəni bu iş üsulunun tətbiqi zamanı şagirdlər köhnə və yeni biliklər arasında əlaqə qururlar. Debat iş üsuluna baxırıq. Deməli, debat zamanı hər hansı bir mövzunun formal müzakirəsi təşkil olunur. Lakin bu müzakirə digər müzakirələrdən fərqlənir. Bax, deyirik ki, debat da belə deyək də, müzakirə texnikasını tələb edən bir iş üsuludur. Biz əvvəlki iş üsullarında da elə iş üsulları var ki, biz orada da dedik ki, müzakirə texnikasından istifadə olunur. Debatda da müzakirə texnikasından istifadə olunur. Sadəcə buradakı müzakirə digər müzakirələrdən fərqlənir. Burada mövzunun formal müzakirəsi təşkil olunur. Formal müzakirəsi, yəni əvvəlcədən debat iş üsulunun tətbiqi zamanı müəllim deməli müzakirəni təşkil etmək üçün əvvəlcədən müəyyən hazırlıq işləri görməlidir. Və burada şagirdlər deməli fikirlərinə görə qruplara ayrılır və hər qrup öz fikrini müdafiə edir. Ümumiyyətlə debat iş üsulu qrupla həyata keçirilən bir iş üsuludur da. Yəni burada cütlərlə, fərdi və yaxud da ki, bütün qrupla, bütün siniflə həyata keçirilmir. Debat yalnız və yalnız qruplarla həyata keçirilir. Deməli burada şagirdlər fikirlərinə görə qruplara ayrılır və hər qrup öz fikrini əsaslandırmalıdır, müdafiə etməlidir, düzgün arqumentlər gətirməlidir. Deməli, debat, arqument, əsaslandırma, tənqidi yanaşma tələb edir. Əlbəttə, bax, tənqidi təfəkkür formalaşır debat iş üsulunun tətbiqi zamanı. Və deməli, həmçində debat iş üsulunu deməli kimlər xoşlayır? Bax, məntiqi riyazi təfəkkürə sahib olan şagirdlər debat iş üsulunu xoşlayır. Deməli, bu intellekt növüdür müəllimlər. Məntiqi riyazi təfəkkür intellekt növüdür. İntellekt növü Gardner nəzəriyyəsinə aiddir. Biz indi Gardner nəzəriyyəsini keçməmişik. Deməli, insan intellektinə görə 8 yerə bölünür. Bax, onlardan biri də məntiqi riyazi təfəkkürə sahib olan insanlardır. Yəni, bunlar deməli, nə üçün deməli, bax, belə deyək də, debatı sevirlər? Çünki bunlar
fikirlərini əsaslandırırlar. Yəni dəqiqdir də, məntiqi riyazi təfəkkürə sahib olan insanlar bir növ dəqiq insanlar olur da. Yəni onlar söylədiyi fikrin arxasında dayanır, fikrini əsaslandırmağı bacarır. Yəni bunların məntiqi deməli güclü olur. Ona görə də söylədiyi hər bir fikrin arxasında dayanır da, yəni hər bir söylədiyi fikri əsaslandırır. Və indi nə üçün demək istəyirəm? Bax, məsəl üçün, bu olduğu kimi testlərdə düşür. Bəzən burada məntiqi riyazi təfəkkürün əvəzinə deməli başqa yazıla bilər, bədən kinestetik yazıla bilər və yaxud da ki, naturalistik intellektə sahib olan şagirdlər debat işini sevir. Bax, bu kimi digər deməli intellektlərin adı yazıla bilər. Ona görə bunu xırdaladım. Deməli, debat bəs necə tətbiq olunur? Bax, deməli dedik ki, debatda bir qrup verilən fikri təsdiq edir, digərləri isə verilən bir fikri təkzib edir. Və burada deməli debat üsulunun tətbiqi zamanı müəllim şagirdlərə hər hansı bir fikir söyləyir. Deməli, hər hansı bir fikir söyləyir və şagirdlərə deyir ki, siz söylənən bu fikirlə razısınızmı? Deməli, şagirdlər fikirlərinə görə qruplara bölünür. Razı olanlar bir qrupda, belə deyək də, yığılır, bir qrupda yerləşir. Deməli, söylənən fikirdə razı olmayanlar da digər bir qrupda yığılır və ona görə deyirik ki, burada hər hansı bir fikri təsdiq etmək var, inkar etmək var. Yəni fikirlə razı olanlar bir qrupa, fikirlə razı olmayanlar da digər bir qrupa yerləşir. Və burada indi debat üçün nümunələr var. Yəni debat zamanı müəllim hansı nümunələrdən istifadə edə bilər? Məsəl üçün, internet və sosial şəbəkələr dostlar və ailələr arasında münasibətləri pozub. Siz bununla razısınızmı? Razı olan şagirdlər deməli bir qrupda yerləşəcək, bir qrupa yığışacaq. Razı olmayan şagirdlər də bir qrupa yığışacaq və həmçinin burada belə deyək də, bax, razı olan şagirdlər də nə üçün razıdırlar? Fikirlərini əsaslandırmalıdırlar. Həmçinin də dəqiq fakt söyləməlidirlər, arqumentlər gətirməlidirlər. Yaxşı, razı deyiləm. Digər qrupa yığılan şagirdlər də nə üçün razı deyillərsə, bunlar da bu zaman əsaslandırma fakt gətirməlidirlər. İndi burada nümunələr çoxdur. Sadəcə indi nümunələrə baxmıram. Bax, indi burada bir dənə nümunəyə baxaq. Deməli, insan tək başına vacib bir qərar verməlidirmi? Deməli, digər şagirdlər deyə bilər ki, bəli, insan deməli özü tək başına vacib bir qərar verməlidir. Amma digər qrupun nümayəndələri razılaşmaya bilər bu fikirdən. Məsəl üçün, deyə bilərlər ki, yox, insan qərar verən zaman kimləsə məsləhət eləməlidir. Bax, burada görürsünüz nə qədər fikir ayrılığı oldu. O demək deyil ki, burada qruplardan birinin fikri səhvdir, birinin fikri doğrudur. Yəni, bunu deyə bilmərik də. Burada bu tənqidi təfəkkürə əsaslanır da. Debat tənqidi təfəkkürə əsaslanır. Tənqidi təfəkkürdə də biz demişdik ki, əgər şagirdlərin fikirləri üst-üstə düşürsə, o demək deyil ki, burada kiminsə fikri yanlışdır, kiminsə fikri doğrudur. Sadəcə hərə öz söylədiyi fikrin arxasında dayanmalıdır və arqument gətirməlidir. Yaxşı, deməli tədrisdə debat şagirdlərdə nə qazandırır? Yəni bax, debat zamanı şagirdlərdə hansı bacarıqlar formalaşır? Şagirdlərdə müstəqil və komanda şəklində araşdırma bacarığı formalaşır. Auditoriya qarşısında sərbəst çıxış etmək bacarığı formalaşır. Onu da deyim ki, müəllimlər, bax, deməli auditoriya qarşısında sərbəst çıxış etmək bacarığı yalnız və yalnız debat işisinə məxsusdur. Deməli, auditoriya qarşısında sərbəst çıxış etmək bacarığını şagirdlərdə hansı iş üsulu formalaşdırır? Əlbəttə ki, debat iş üsulu. Məntiqi tənqidi təfəkkür var burada. Yəni buradan bir yola çıxa bilmərik də testlərdə. Məntiqi tənqidi təfəkkür çoxunda var. Deməli, fikri düzgün və əsaslandırılmış formada çatdırmaq bacarığı. Yəni şagird fikir söyləyəndə fikrini düzgün və əsaslandırılmış formada çatdırmalıdır. İnandırma və təqdim etmə bacarığı. İnandırma və təqdim etmə də bacarığı yalnız və yalnız debat iş üsulunun açar sözüdür. Yəni bax, biz digər iş üsullarını deməmişdik də ki, deməli bu iş üsulu şagirdlərdə inandırma bacarığı tələb edir və yaxud şagirdlərdən inandırma bacarığı formalaşdırır? Yox. Deməli, inandırma və təqdim etmə bacarığı hansı iş üsulunun tətbiqində lazımdır? Debat iş üsulunun tətbiqində lazımdır. Yəni, belə deyək də, nə üçün inandırma? Çünki şagird fikir söyləyirsə, dedik ki, belə deyək də, söylənən fikirlə razıdırsa və yaxud da ki, razı deyilsə,
burada əsaslandırma deyirik, gətirir də, əsaslandırır və elə bir əsaslandırma gətirməlidir ki, burada həm müəllimi inandıra bilsin, həm də digər qrupun nümayəndələrini inandıra bilsin. Məsəl üçün, belə deyək də, prosesi idarə edən şəxs kimdir? Müəllimdir. Əlbəttə ki, burada qruplar elə arqumentlər, elə əsaslandırmalar gətirməlidir ki, deməli, prosesi idarə edən şəxsi, yəni müəllimi inandıra bilsinlər öz fikirlərinə. Ona görə də elə bir fikir söyləməlidirlər, elə bir fakt gətirməlidirlər ki, burada deməli, həm müəllim, həm də ki, digər qrup üzvləri deməli, söylənən fikrə inana bilsinlər. Deməli, debat zamanı riayət etməli olan tələblər hansılardır? Deməli, öyrənməyi öyrənirlər, yəni debat zamanı şagirdlər öyrənməyi öyrənirlər. Belə deyək də, müstəqil şəkildə şagirdlərdə araşdırma bacarığı, öyrənmə bacarığı formalaşır. Aydınlıq lazımdır debat zamanı. Yəni şagirdlər söylədiyi fikri aydın, sadə, hamının başa düşəcəyi tərzdə deməli söyləməlidir. Düzgünlük lazımdır debat zamanı. Şagirdlər düzgünlüyə əməl etməlidir. Şagirdlər bir-birinə hörmət etməyi bacarmalıdırlar. Fikirlərini əsaslandırmalı bacarmalıdırlar. Bir də deməli debat zamanı natiqlik məharətinə əməl etməlidirlər. Deməli, bax burada natiqlik nədir? Yəni fikrini təsirli, inandırıcı, aydın şəkildə fikrini çatdırmalıdır. Çünki burada inandırma bacarığı var da. Yəni natiqlik belə deyək də, şagirddə o qədər natiqlik bacarığı olmalıdır ki, söylədiyi fikrə ətrafdakıları inandıra bilsin. Bax elə natiqlik bacarığı da yalnız və yalnız debat iş üsuluna aiddir. Bax, nə dedik müəllimlər? Dedik ki, inandırma, bir də natiqlik məharəti yalnız və yalnız deməli debat iş üsuluna aiddir. Əsaslandırmadan yola çıxa bilmərik, tənqidi təfəkkür və yaxud da ki, məntiqi təfəkkür bir çoxunda var. Yaxşı, bu iş üsulu şagirdlərdə hansı bacarıqları formalaşdırır? Sual tərtib etmə və sual vermə bacarığını formalaşdırır. Sual tərtib etmə bacarığını nə üçün formalaşdırır? Çünki şagirdlər bir-birinə sual verirlər. Belə deyək də, debat zamanı sualları müəllim də hazırlaya bilər, amma yuxarı siniflərdə şagirdlər də debat üçün müxtəlif suallar hazırlaya bilər. Qərar qəbul etmə bacarığı biz demişdik. Məsəl üçün, beyin həmləsində demişdik. Qərarlar ağacında demişdik, şagirddə qərar qəbul etmə bacarığı formalaşır. Həmçində debat zamanında şagirdlərdə qərar qəbul etmə bacarığı formalaşır. Mövzunu araşdırma, əsas anlayışlarla iş, dinləyib anlama. Burada nə üçün dinləyib anlama bacarığı formalaşdırır şagirddə? Çünki debat zamanı deməli şagirdlər aktiv şəkildə qrupları bir-birini dinləməlidir ki, söylənən fikirləri də anlaya bilsinlər. Həmçinin nəticə çıxartmaq, təhlil etmək, ümumiləşdirmə, əsaslandırma, arqumentlərlə iş bacarığını da deməli şagirdlərdə formalaşdırır. Deməli, indi baxırıq, deməli Bloom kubunun izahına baxırıq. Deməli, burada kubun üzərinə idrak taksonomiyasının mərhələlərini əks etdirən feillər yazılır. Elə bil ki, müəllimlər, bax, bu Bloom kubunun tətbiqi zamanı əvvəlcədən bir dənə kub hazırlanır. Kub hazırlanır və kubun hər bir üzünə deməli suallar yazılır. Kubun hər bir üzünə deməli idrak taksonomiyasının deməli mərhələlərini əks etdirən belə deyək də feillər yazılır və müəllim də bu feillərə uyğun olaraq əvvəlcədən tapşırıqlar hazırlayır. Deməli, əvvəlcədən bu iş üsulunun tətbiqi zamanı əvvəlcədən kub hazırlanır və kubun 6 üzü var da, bilirik ki, və bax kubun 6 üzü var və bu Bloom kubu bizə Bloom taksonomiyasını xatırladır. Niyə? Çünki Bloom taksonomiyasında da Bloomun neçə mərhələsi var? İdrak taksonomiyasının 6 mərhələsi var. Bax burada da bu kubun 6 üzü olduğuna görə bir növ elə bil ki, bax Bloom kubu idrak taksonomiyasının mərhələlərini əks etdirən tapşırıqları öz üzərində cəmləşdirir. Deməli, müəllim hər bir kubun üzünə, deməli, kubun üzərinə idrak taksonomiyasının feillərindən ibarət feillər yazır. Yəni, hər bir mərhələyə uyğun olaraq feil yazır. Məsəl üçün, hansı feilləri yazılır? Adlandır, bax, adlandır, elə bil ki, idrak taksonomiyasının hansı mərhələsinə uyğundur? Xatırlamaq mərhələsinə uyğundur. İzah etmək, anlamaq mərhələsinə uyğundur. Nə üçün? Çünki insan nə zaman mövzunu, hər hansı bir hadisəni izah edə bilir? Əlbəttə ki, anlayanda izah edə bilir də. Tətbiq etmək mərhələsi ilə tətbiq etmək mərhələsinə uyğundur və niyə, nə üçün təhlil etmək mərhələsinə uyğundur.
özünü ifadə et, dəyərləndirməyə uyğundur. Aha, deməli, yenisini yarat isə yaratmaq mərhələsinə uyğundur. Yəni burada mərhələlər olduğu kimi olmaya da bilər. Məsəl üçün burada deyə bilərsiniz ki, müəllim, burada tətbiq etmək elə taksonomiyada olduğu kimidir, amma özünü ifadə et deyə Bloom taksonomiyasının belə bir mərhələsi yoxdur. Sadəcə, yəni bu mərhələlər belə deyək də idrak taksonomiyası ilə sıx bağlıdır. Ola bilər ki, orada mərhələnin adları burada olduğu kimi yazılmır, amma mahiyyəti eynidir də. Yəni orada da Bloom taksonomiyasında da, burada da özünü deməli ifadə etdə də hazırlanan tapşırıqlar eyni olur. Tapşırıqların mahiyyəti eynidir də, yəni dəyərləndirmə mərhələsinə aiddir. Və deməli nə dedik? Dedik ki, müəllim də əvvəlcədən hər bir mərhələyə uyğun olaraq deməli tapşırıqlar hazırlayır və kubu qruplara təqdim edir. Şagirdlər belə deyək də qrupla, qrup cütlərlə də ola bilər, fərqi yoxdur. Deməli kubu atır. Kubun hansı üzü yuxarı düşsə, deməli şagird həmin mərhələyə uyğun olaraq tapşırıqları yerinə yetirməlidir. Aha, indi baxırıq, deməli Bloom kubu təfəkkürü inkişaf etdirən üsullardan biridir. Əlbəttə ki, burada hər üç təfəkkürdən söhbət gedir. Deməli, həm şagird, həm də müəllim üçün çox faydalıdır. Belə ki, müəllimdən müxtəlif suallar hazırlamağı tələb edir. Bəli, bax burada müəllim deməli, belə deyək də idrak taksonomiyasının mərhələlərinə uyğun olaraq suallar, tapşırıqlar hazırlamalıdır və Bloom kubu bütün siniflərdə həyata keçirilə bilər. İstər ibtidai siniflərdə olsun, istər də yuxarı siniflərdə olsun, bütün siniflərdə həyata keçirilə bilər. İbtidai və orta siniflərdə suallar müəllim tərəfindən hazırlanır. Yuxarı siniflərdə isə şagirdlər tərəfindən də suallar hazırlana bilər. Yəni demirik ancaq və ancaq yuxarı siniflərdə sualları şagirdlər özləri hazırlamalıdır. Yox. Yəni şagirdlər tərəfindən də suallar hazırlana bilər və bax müəllimlər görürsüz deyir ki, suallar şagirdlər tərəfindən də hazırlana bilər. Demək ki, onda Bloom kubu şagirdlərdə belə deyək də sual hazırlama bacarığı da tələb edir. Sual hazırlama bacarığı da formalaşdırır. Sual tərtib etmə bacarığını da formalaşdırır. Belə. Baxaq görəsən nə var burada? Deyir şagirdlərdə müxtəlif bacarıqlar formalaşdırır. Əlbəttə ki, şagirdlərdə müxtəlif bacarıqlar formalaşdırır və bu iş üsulunu da mən digər iş üsullarında deməmişdim. Deməmişəm ki, deməli şagirdlərdə müxtəlif bacarıqlar formalaşdırır. Deməli, indi baxırıq, mərhələlərə baxırıq. Deməli, birinci mərhələ oldu adlandır mərhələsi. Bu üz üçün yazılan suallar, deməli, daha çox faktoloji suallar olur. Yəni, suallar daha çox yaddaşa əsaslanır. Yaxşı, indi burada nümunələr vermişəm. Görək bu mərhələni əks etdirən müəllim necə suallar hazırlaya bilər, necə tapşırıqlar hazırlaya bilər. Məsəl üçün, Nizami Gəncəvinin İskəndərnamə əsərinin baş qəhrəmanının adını de. Şagird baş qəhrəmanın, yəni əsəri oxuyubsa, yadına salacaq, baş qəhrəmanın adını deyəcək. Üçbucağın əsas üç xüsusiyyətini de. Bax, görürsünüz, bax bunlar deməli nədir? İdrakımıza, əzbərə əsaslanan bir tapşırıqlardır da. Xürrəmlər hərəkatı nə zaman baş verib? Şagird oxuyubsa, faktı bilirsə deyəcək. Yaxşı, ikinci olacaq, ikinci kubun üzünə izah et, deməli, feili yazıla bilər. Bu mərhələ də dedik ki, adətən anlamaq mərhələsinə uyğun gəlir. Yəni, idrak taksonomiyasının anlamaq mərhələsinə uyğun gəlir. Yəni, bu mərhələyə uyğun hazırlanan suallar, belə deyək də, anlamaq mərhələsinə uyğun olacaq. Deməli, bax, burada hansı suallar hazırlaya bilər? Nə üçün İskəndər dirilik suyu axtarmaq qərarına gəldi? Mətnin əsas ideyası nədir? Hekayəni öz sözlərinlə deməli, şərh et, fəza və müstəvi fiqurların oxşar və fərqli cəhətlərini qeyd et. Əlbəttə ki, bu nümunələrdə müəllimlər, yəni bu mövzuya uyğun olaraq hazırlanan tapşırıqlar fərqli ola bilər. Bax, burada şagird deyir ki, deməli, hazırlanan tapşırıqlardan biri necədir? Fəza və müstəvi fiqurların oxşar və fərqli cəhətlərini de. Deməli, şagirdlər anlayıbsa, ayrı-ayrılıqda fəza və müstəvi fiqurların mahiyyətini anlayıbsa, onların oxşar və fərqli cəhətlərini də deyəcək də. Məsəl üçün, mətnin əsas ideyası nədir? Şagird mətni oxuyubsa, anlayıbsa, əsas ideyasını da deyəcək. Ona görə deyirik ki, bu mərhələdə hazırlanan suallar, deməli, idrak taksonomiyasının anlamaq mərhələsini əks etdirən tapşırıqlardır. Üçüncü mərhələ olacaq tətbiq et. Bu da elə idrak taksonomiyasının tətbiq etmə mərhələsini əks etdirən tapşırıqlardır.
Və burada da deməli müəllim əlbəttə ki, bu mərhələdən belə deyək də, bu mərhələdə yəni kubun daha doğrusu kubun tətbiq et mərhələsi üçün müəllim hansı tapşırıqlar hazırlaya bilər? Burada şagirdlərə müxtəlif məsələlər, tapşırıqlar verə bilər. Məsəl üçün, baxaq indi nümunələrə müəyyən sözlər verib onları cümlədə işlətməyi tapşıra bilər və yaxud da ki, həyatdakı müxtəlif obyektlərə əsasən üfüqün cəhətlərini müəyyənləşdirməyi tapşıra bilər. Qız qalasının dəfələrlə kiçildilmiş maketini hazırlamağı tapşıra bilər. Mətnin məzmununu əks etdirən dialoq qurmağı tapşıra bilər. Deməli, tətbiq etmə mərhələsi üçün hazırlanan suallar da dedik ki, suallar, tapşırıqlar da bax bunlar oldu. Bir daha təkrarlamıram. Və dördüncü deməli kubun üzü olacaq. Dördüncü deməli olacaq nə üçün? Yəni burada da dedik ki, belə deyək də, kubun bir üzünə də müəllim nə üçün feilini yazır. Burada da bax bu da təhlil mərhələsini əks etdirir. Yəni təhlil mərhələsinə aid tapşırıqlar hazırlanmalıdır bu mərhələ üçün. Deməli bu mərhələyə aid olan suallar məlumatların fərqləndirilməsi, daha önəmli olanın vurğulanmasını, müəllifin mövqeyini müəyyənləşdirməyi nəzərdə tutur. Elə müəllifin mövqeyini müəyyənləşdirmək harda var idi? Təhlil etmək mərhələsində. Yəni bax burada nə deyir? Deyir bu mərhələ üçün hazırlanan suallar məlumatların fərqləndirilməsini, yəni şagirdlər müxtəlif məlumatları faktlar əsasında fərqləndirməlidir. Faktlar əsasında fərqləndirməlidir. Həmçində daha önəmli olanı vurğulamalıdırlar. Yəni belə deyək də, burada təhlildə deyirdi ki, ixtisar etmək var da. Yəni bir neçə fikir ola bilər ki, şagirdlər həmin fikirləri ixtisar eləyib digər önəmli bir fikri önə sürə bilərlər. Burada da daha önəmli olanın vurğulanması deməli təhlil mərhələsinə aid bir tapşırıqdır. Və burada da hazırlanan tapşırıqlara baxağın, nümunələrə baxağın. Deməli bu mərhələ üçün müəllim hansı tapşırıqlar hazırlaya bilər? Sabirin Hüquqnamə şeir kitabının realist ədəbiyyatımızın gözəl nümunəsi olduğunu fikrini əsaslandır. Burada əsaslandırma var. Əsaslandırma bizi çaşdırmasın. Əsaslandırma tənqidi təfəkkürdə də var, təhlil etmədə də var. Sadəcə buradakı əsaslandırma tənqidi təfəkkürdən fərqlidir. Çünki şagird burada faktlar əsasında fikrini əsaslandırmalıdır. Yəni faktları əsaslandırmalıdır. Bax deyirik ki, deyirik ki, Sabirin Hüquqnamə şeir kitabının realist ədəbiyyatımızın gözəl nümunəsi olduğunu fikrini əsaslandır. Şagird bunu əsaslandırmaq üçün realist ədəbiyyatımız haqqında ətraflı bir araşdırma aparmalıdır, məlumat olmalıdır, anlamalıdır, belə deyək də, bir neçə ədəbiyyatı oxumalıdır, anlamalıdır və faktlar əsasında öz fikrini əsaslandırmalıdır. Yəni buradakı əsaslandırma faktlara əsaslanır. Məsəl üçün, Kitabi-Dədə Qorqud Azərbaycan tarixini öyrənmək üçün çox mühüm mənbə olması fikrini faktlarla əsaslandır. Burada da şagird deməli Kitabi-Dədə Qorqud dastanını da oxumalıdır, digər dastanları da oxumalıdır. Yəni bir neçə dastanı oxumalıdır, onların mahiyyətini anlamalıdır, sonra onları təhlil etməlidir və o təhlildən sonra belə bir qərara gəlir və fikrini faktlarla əsaslandırır ki, bu dastanların içində deməli ən əsası deməli Kitabi-Dədə Qorquddur ki, orada Azərbaycan tarixini daha geniş öyrənmək mümkündür. Digər nümunələr var da, onlara baxmıram. Deməli 5-ci mərhələ olacaq, özünü ifadə et. Burada da deməli özünü ifadə et, yəni dəyərləndirmək, taksonomiyanın dəyərləndirmək mərhələsini əks etdirən tapşırıqları özündə əks etdirir. Və burada deyirik ki, deməli, bax problemə, məsələyə müxtəlif aspektlərdən baxmağa imkan yaradır. Yəni bu mərhələ hər hansı bir problemə, məsələyə müxtəlif aspektdən baxmağa imkan yaradır. Bu mərhələ üçün də deməli hazırlanan tapşırıqlar hansılar olacaq? Sən bu hadisə haqqında deməli nə üçün belə düşünürsən? Artıq görürsüz, şagirdin öz fikrini istəyirik də. Nə üçün belə düşünürsən? Şagird burada öz fikrini əsaslandırmalıdır. Deməli, həqiqətən də Xürrəmlər hərəkatının başlanması qaçılmaz idi. Artıq müəllim burada şagirdin öz fikrini istəyir. Şagirdin öz fikrini bildirməsi də, əsaslandırması da tənqidi təfəkkürdür. Yəni dəyərləndirmək mərhələsini əks etdirir. Məsəl üçün, bax burada bir nümunə var, baxağın.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Tiflis və Gəncə dövründəki fəaliyyətinə mövqeyini bildir. Yəni sən öz mövqeyini bildir. Müəllifin mövqeyini bildirmək, müəllifin mövqeyini müəyyənləşdirmək, təhlil etməkdir. Amma insan bir məsələyə öz mövqeyini bildirirsə, bu dəyərləndirmək mərhələsinə aiddir. Və sonuncu mərhələ olacaq yenisini yarat mərhələsi. Yəni bu mərhələdə olan suallar da taksonomiyanın yaratmaq mərhələsinə uyğundur. Və burada da deməli bax sual nümunələri var. Baxaq suallara. Deməli İskəndərin şərqə yürüşü haqqında məqalə yazsaydın adını necə qoyardın? Yəni deyir, bax bu mərhələ şagirddən nəyi tələb edir? Yəni deyir sən yeni məqalə yaz, özündən yeni məqalə yaz və məqaləyə də ad ver. Yeni qafiyə yaz. Yəni belə deyək də, yeni nələrsə yarat, yeni nələrsə yaz. Deməli, ekologiyanın çirklənməsinin qarşısının alınması ilə bağlı deməli orijinal təklif hazırla. Yəni belə bir təklif yoxdur, amma sən orijinal yeni bir təklif hazırla. Yeni təklif hazırlamaq varsa, bu da yaratmaq mərhələsini əks etdirən bir tapşırıqdır. Yaxşı, şagirdlərdə hansı bacarıqları formalaşdırır bu texnika? Deməli, məsələyə müxtəlif cəhətdən nəzər salmaq. Bax, bu yalnız və yalnız açar söz olaraq Bloom kubuna aiddir. Məsələyə müxtəlif cəhətdən nəzər salmaq. Nə üçün müəllimlər? Gördünüz, şagirdlər bir məsələyə hər tərəfli yanaşdılar. Xatırlamaq mərhələsindən başladılar, yaratmaq mərhələsinə kimi davam etdilər. Yəni, hər tərəfli həm məsələ haqqında nələrsə xatırladılar, həm məsələni anladıqlarını nümayiş etdirdilər, məsələni tətbiq etdilər. Yəni hər hansı bir məsələyə, hadisəyə uyğun olaraq tapşırıqlar işlədilər tətbiq etmə mərhələsində və yaxud da ki, öz fikirlərini bildirdilər və yaxud da ki, hər hansı bir belə məsələ, hadisə haqqında yeni nələrsə təkliflər irəli sürdülər və yaxud da ki, nələrsə yaratdılar. Yəni burada görürsünüzmü? Yəni şagirdlər məsələyə müxtəlif tərəfdən, hər tərəfli nəzər salırlar. Nəyi demək istəyirdim? Bu, yəni fikir, bu bacarıq yalnız və yalnız Bloom kubuna aiddir. Burada hər üç təfəkkür formalaşacaq. Hər üç təfəkkür var burada. Təhlil, dəyərləndirmək bacarığı. Bir də deməli müəllimlər inteqrasiya etmək bacarığı yalnız və yalnız Bloom kubuna aiddir. Mən digər o biri iş üsullarının izahında belə bir bacarıq söyləməmişəm. Deməli, Bloom kubunun özünə məxsus açar sözlərindən biri də nə olacaq? Şagirddə inteqrasiya etmək bacarığı formalaşdırır və bunu nəyə əsasən deyə bilərik? Çünki bax, taksonomiyanın 6 mərhələsi var da. Deməli, şagirdlər hər 6 mərhələ arasında inteqrasiya etmiş olur da, inteqrasiya yaratmış olur tapşırıqlar vasitəsilə. Deməli, xatırlamaq mərhələsindən başlayır, yaratmaq mərhələsinə kimi deməli fəaliyyət davam edir. Ona görə də bu ilə şagirddə inteqrasiya bacarığı formalaşdırır. Sual tərtib etmə demişdik, bir neçə yerdə demişdik. Elə onlardan biri də oldu Bloom kubu. Yəni Bloom kubu da şagirdlərdən sual tərtib etmə bacarığı formalaşdırır. Əsaslandırma, müqayisə etmək və meyar çıxartmaq kimi bacarıqları da şagirdlərdə formalaşdırır.